müəllim, buyur. Mən bir dənə xahiş eləyirəm. Mən cənab prezidentə müraciət eləyirəm. Mehriban xanıma müraciət eləyirəm. Sağ olsunlar, bütün binaların qabaqları hamısı abadlaşıb, gözəlləşib. Sadəcə olaraq bu müəllim, bax bu müəllim. Görsəydin zəhmət olmasa. Bax JEK-in nümayəndəsidir. İmkan vermir ki, bizim binanın qabağı abadlaşsın. Sual verdik ki, niyə abadlaşmır? Deyir, Rami müəllim, sizin o sözünüzə cavab olaraq deyim ki, bütün binaların qarşısı icra hakimiyyəti tərəfindən abadlaşır. Bir JEK-in işçisi kimdir ki, abadlaşdırmanı dayandırsın? Mən də başa düşə bilmirəm ki, bu müəllim bizə gəldi səhər-səhər özü dedi ki, sənəti gəldi bizə göstərdi, sənəti var, düz ora qədər. Bizim ixtiyarımız yoxdur ki, biz buranı düzəldək. İndi də sözündən qaçır. Bəli, bax bir belə millətin içində dedi, mən tək demirəm. Sənət özü dedi. Sənət dedi ki, buranı alıblar. Buranı alıblar. Biz də dedik ki, buranı nətər ala bilər? Özü deyir ki, alıb, ki, buranı bağlı. Ağlasın. Yolu deyir, həmsə özü deyir ki, Həyatın ortasında. xanım. O sizə Yolu qoymur ki. agresiya göstərərək onu deyir. Mənə dedi ki, zibil yerində qal, çəkmişəm. İş gedəndə. Çağırın məni. Görün icazə verəcək asfalt vurmağına yoxsa. Gələcək. Gəlin özünüz şahid olarsınız. Artıq heç nə deməyiz.